Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə portağallı keks reseptini bölüşəcəm. Görünüşü göz oxşayan, dadı ağzınızda qalacaq, ətri isə evinizi bürüyəcək möhtəşəm bir keks reseptini mütləq sınamalısınız. Hazırlaması da bir o qədər asandır. Əvvəlcə 2 ədəd portağalı yuyub, yaxşıca təmizlədikdən sonra doğrayıb rondoya əlavə eləyirəm. Üzərinə 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, biraz duru yağ əlavə eləyib rondodan keçirdirəm. Rondodan keçirdikdən sonra üzərinə bir başqa qabartma tozu, bir başqa vanil, 2 stəkan un əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırandan sonra tavaya əlavə eləyib 180 dərəcədə, 180 dərəcədə 35-40 dəqiqə qədər bişirirəm. Bişirdikdən sonra isə tavayı tərs çevirib başqa qaba əlavə eləyib bir portağalın suyunu da sıxıb üzərinə əlavə eləyirəm. Ən sonda isə sukunu əlavə elədikdən sonra də biraz duz əlavə eləyirəm üzərinə. Çox dadlı alınır, mütləq hazırlamalısınız. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videomu bəyənin.